Biz bu dünyadan köçənlərin hamısı üçün deyirik, məkanı cənnət olsun. Bəyəm hamısı cənnətə düşür? Təbii ki, dünyadan köçənlərin hamısı cənnətə köçmür. Çünki Qurani Kərimdə ayələrdə qeyd olunur ki, insanların bir qismi də əzaba düçar olur. Və elə bizim mövcudluğumuzun fəlsəfəsi də həyatda öz yerimizi müəyyən etməkdir. Əslində, cəhənnəm və cənnət insanın daxili aləminin xaricdəki təzahürüdür. Yəni, insanlarda cəhənnəm haqqında da belə bir primitiv düşüncə var ki, sanki orada od qalıyıb, insanları odda yandırırlar. Bəli, od sözü işlənib Quranda. Amma məsələn, biz deyirik, söz məni yandırdı. Od deyildikdə təkcə bizim təsəvvürümüzdə olan od nəzərdə tutulmur. Yəni, cənnət və cəhənnəm insanların daxili aləminin kənardakı inikasıdır, kənardakı təzahürüdür və burada da biz artıq, düzdür, biz cənnət, cəhənnəmi bölə bilmərik və insanların kimliyini tam da müəyyən eləmək çətin olur. Amma insanların əməlləri bu və ya digər dərəcədə cənnətli və ya cəhənnəmli olduqlarını ifadə edə bilir. Amma bizdən dua etməkdir. Biz insanlara xeyir dualar edirik, onların yeri cənnət olsun deyə deyirik. Bəzən də bir salih bəndənin duasına görə Allah cəhənnəmli insanı da cənnətli edə bilər, dua qəbul olunarsa əgər. Amma əlbəttə, yəqin ki, özünün ürəyində günah etsə belə bir nur qalıbsa, bir mənəvi bir dəyər qalıbsa, o insanlar salihlərin duası ilə bağışlana bilər.